Hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən kursumuzun informatika müəllimi Ülviyə Qəhrəmanova. Bu gün sizlə Telegram kanalında paylaşdığımız növbəti 12-ci quizin izahına baxırıq. Başladıq birinci sualdan. Soruşur ki, Excel-də bir vərəqdə sütunların və sətirlərin maksimal sayı müvafiq olaraq nə qədərdir? Ümumiyyətlə, Excel sənədi yaradanda biz bunu bir vərəqlə yaradırıq. Standart olaraq bir vərəqlə yaranır və biz sonradan bu vərəqlərin sayını müxtəlif üsullarla artıra bilirik. Yaratdığımız vərəqdə, əgər mən bunları say olaraq sizə daha aydın göstərsəm, yaratdığımız bir vərəqdə olan sütunların sayı, yəni sütunların maksimum sayına gedib baxsaq, ən sonuncu sütuna getsək, ən sonuncu sütunumuz XFD olur. A-dan başlayır və XFD-yə qədər ardıcıllıqla davam edir. Bu sütunların sayı 16384 və yaxud 214 ilə ifadə olunur. Yox, sətirlərə baxsaq, birdən başlayır ta ki 1.048.576-ya qədər davam edir. Bu da 2-nin qüvvəti ilə 220 olaraq ifadə olunur. Deməli, sütunların maksimum sayı 16384, sətirlərin maksimum sayı isə 1.048.576 dənədir Excel proqramında. Birinci sualımız olur bu şəkildə. İkincidə soruşur bizdən ki, S3-D20 diapazonunda neçə sətir var? Birinci diapazon anlayışını xatırlayaq. S3-D20 diapazonu deyirsə, bizim üçün nəzərdə tutduğu hissə bax bu aralıqdır. Ümumiyyətlə, diapazon düzbucaqlı şəkildə seçilmiş xanalar qrupuna deyirik biz Excel proqramında. Əgər bizdən soruşursa ki, bu verilmiş cədvəl fraqmentində diapazonda nə qədər xana var, bu xanaların sayını hesablamaq üçün adi bir cədvəli gözümüzün qarşısına gətiririk. Adi cədvəldə xanaların sayını necə hesablayırıq sürətli olaraq? Sətirləri sayırıq, sütunları sayırıq, onları bir-birinə vururuq. Deməli, Excel-də də bu diapazonda neçə sətir var, neçə sütun var, bunları tapandan sonra bir-birinə vurub tapa bilərəm ki, həmin diapazonda neçə dənə xana var. Elə gedib sualın üzərindən bunu həll eləyək. Bilirəm ki, sütunlar yuxarıda olanda və bunlar hərflərlə işarə olunur. Onda bu hissədə olan sütunlarımız hansılardır? S və D. Deməli, sütunlarımızın sayı 2-dir. Sonra gedib sətirlərin sayına baxıram. Sətirlər hara qədər davam edir? 3-dən ta ki 20-yə qədər. Bu aralıqda olan rəqəmləri ya bir-bir saya bilərik ki, bu uzun davam edir. Bir-bir saymamaq üçün qısa üsulumuz nə idi? Sonuncudan birincini çıxıram, üzərinə 1 gəlirəm. Bu qayda həmişə bizə bu aralıqda olan ədədlərin sayını verir. 17 və üstündən 1 gələndə 18. Deməli, sütunların sayı 2, sətirlərin sayı da 18 dənədir. Əgər bizdən sətirlərin sayını soruşursa, cavabımız olacaq 18. Sütun soruşsaydı 2, xanaların sayı soruşulmuş olsaydı, onda da cavabımız olardı 36. İndi üçüncü sualım. Deyir ki, bu diapazonlarda birlikdə neçə xana var? Xana soruşduğuna görə sətirləri, sütunları tapaq, sonra da onları bir-birinə vurub hesablayaq. A2, D9 diapazonu üçün ayrılıqda baxacağıq. Bir də Y20, H23 diapazonu üçün ayrılıqda baxacağıq. Birinci, A2, D9 diapazonunda olan sütunlar hansılardır? Əlifba sırası ilə davam edir. A, B, C, D. Deməli, burada sütunların sayı 4 dənədir. İkinci, baxsam sətirlərin sayına. Dedik, 2-dən 9-a qədər olan sətirlərin sayını tapmaq üçün 9-dan 2-ni çıxıb üzərinə 1 gəlirim. Bu da olur 8. Xanaların sayını necə tapırıq? Sətir və sütunun haisini tapmaqla. 4 vurulsun 8, burada cavabımız olur 32. Deməli, birinci diapazonda 32 xana var. Gedirəm ikinci diapazonuna baxıram. Y, F, G, H. Əlifba ardıcılığı belə davam edir. Onda burada olan sütunların sayı 4 dənədir. Gedib sətirlərin sayına baxsaq, ya sayarıq 20, 21, 22, 23, 4 dənə və yaxud 23-dən 20-ni çıxıb üzərinə 1 gələrik, yenə bu bizə say olaraq 4-ü verir. 4 dənə sətir var, 4 dənə sütun var. Onda mən xanaların sayını tapmaq üçün 4-ü 4-ə vururam. Xanalarımızın sayı da olur 16. Yekunda birlikdə neçə xana var soruşduğuna görə 32 ilə 16-nı toplayıram, alıram cavabı 48. Dördüncü suala baxaq. Xanalar diapazonunun ünvanını təyin edir. Biz dedik ki, diapazon düzbucaqlı şəkildə verilmiş xanalar qrupudur. Bəs Excel-də diapazon necə təyin olunur? Hansı qaydada verilir? İndi buna baxaq. Birincisi, mən diapazonu seçmək üçün ya sol düymə ilə, yəni mousun sol düyməsi ilə tutub dartıb seçə bilərəm istədiyim qaydada.
Yox, əgər mən Excel-in özünü seçməsini istəyirəmsə, birinci bərabər işarəsini qoyuruq. Bunu inşallah növbəti olaraq funksiyalarda da öyrənəcəksiniz. Bərabər işarəsi funksiyanı çağırmaq üçündür, yazdığımızı funksiya olaraq təyin eləmək üçündür. İkincisi, diapazonu seçəndə belə yenə yazdığımız işarənin qarşısına bərabər qoyuruq. Bu anlamı verir bizə. Məsələn, mən hər hansı bir hissəni qeyd eləmək istəyirəm. Tutaq ki, A2-dən B6-ya qədər olan hissə qeyd olunsun. Diapazonunu işarə eləmək üçün bizə lazım olan işarə qoşa nöqtə işarəsidir. Qoşa nöqtə, ondan sonra B6 yazıram. Bu bizim üçün avtomatik olaraq A2-dən B6-ya qədər olan xanalar qrupunu işarə eləmiş olur. Yox, əgər mən bu ikisinin arasına nöqtə vergül və yaxud da sadəcə olaraq vergül yazsam, bu bizim üçün ayrı-ayrı xanaları A2 və B6 xanasını işarə eləmiş olur. Yox, əgər mən belə yazıb bunların qarşısına bərabər işarəsi yazmasam, yenə bizim üçün hər hansı bir anlam ifadə eləmir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Deməli, diapazon necə təyin olunur? İlk və son xanasını. Diapazonu seçməyin başqa bir üsulunu da deyim sizə. Mən əgər hər hansı bir diapazonu 2 xana ilə birinci və son xanasını seçmək istəyirəmsə, A2 xanasını seçdim. B6 xanasını klikləməmiş Shift düyməsinə vururam klaviaturada. Shift düyməsinə vurub sonuncu xanasına vuranda, onda yenə həmin diapazon qeyd olunmuş olur. Deməli, bizə sualda verilən nədir? Birinci xanamız B2-dir, sonuncu xanamız D6-dır. B2, D6 olacaq, diapazon işarəsi də bunların arasında qoşa nöqtə olmalıdır. B2, D6. Növbəti sualımız. İndi digər uyğunluğu müəyyən edin. Birincisi, variantlarda xana var, sətir var, sütun var. Uyğun olaraq baxaq. B2, B4 diapazonunda sadəcə B sütunudur. Sütunların sayı 1 dənədir. Sətirlərin sayı 2-dir, 3-dür, 4-dür. 3 dənə sətirimiz var. Xanaların sayı onda olur elə 3 dənə. Ya bir sütun olmalıdır, o cavabda yoxdur. Ya 3 sətir olmalıdır, o cavabda var Y variantı. 3 dənə xana da cavabda yoxdur. Bu belə. 1 Y. İkincidə D3-dən Y6-ya qədər. Sütunları yazıram DY, sətirləri yazıram 6 çıxılsın 3, üstəgəl 1. Bu da 4 dənə. Deməli, 2 dənə sütunumuz var, 4 dənə sətirimiz var. 2 sütun, 4 dənə sətir. Heç biri yoxdur. İndi xanaların sayına baxaq. 2 vurulsun 4, xanaların sayı olacaq 8 dənə. 8 xana. Bu cavabda var. İkinci oldu A. Üçüncüdə C, D, Y, F. Sütunların sayı 4 dənədir. Sətirlərin sayına baxsam 7 çıx 3, üstəgəl 1. Sətirlərin sayı da 5 dənədir. Onda burada 4 dənə sütun var, cavabda var D variantı. 5 dənə sətir var, o da var imiş B variantı. Xanaların sayı 4 vur 5, 20 xana olur, o da variantlarda yoxdur. 1-ə Y, 2-yə A, 3-ə B-dir. Doğru cavabımız olur burada Y variantı. Gəlik növbəti. Deyir, elektron cədvəldə 12 xanadan ibarət diapazon verilir. Bu aşağıdakılardan hansı ola bilər? İndi əksinə bizə xananın sayını verir. Biz hesablayıb tapmalıyıq ki, hansı diapazonda bu qədər xana olmuş ola bilər. Bunda qaydasını öyrəndik. A, B, C, D, Y. Burada olan sütunların sayı 5-dir. 6 çıx 2 plus 1. Sətirlərin sayı da 5-dir. 5-i 5-ə vuranda bu diapazonda 20 dənə xana var. Bu getdi. B, C, D. Sütunların sayı 3. 8, 9 cəmi 2 dənə sətir var. 3-ü 2-yə vuranda burada 6 xanamız var. Bu da getdi. A, B, C, D. 4 dənə sütunumuz var. 9-dan 11-ə də 9, 10, 11. Təbii ki, 3 dənə sətirimiz var. 4 sütun, 3 sətir. Yekunda cavabı bizə verir 12 xana. Deməli, axtardığımız diapazon elə 3-cüdür. Digərlərinə də baxsaq, B, C, D, Y. 4 dənə sütun var. 9 çıx 2 plus 1. Eləyir 8, deməli sətir. 4-ü 8-ə vuranda burada da 32 xana var. Ən sonuncuda A 1 dənə sütundur. 12-dən 2 çıxıb üzərinə 1 gələndə bu da bizə verir nəticə olaraq 11. Deməli, burada da 11 xana var cəmi olaraq 11-i 1-ə vuranda. Bu da deyil. Bizə lazım olan oldu A9, D11 diapazonu. 7-ci suala baxaq. Deyir, A1 xanasına 3 yazıb doldurma markeri vasitəsilə sürüşdürsək, A5 xanasına neçə yazılar? Bu, ümumiyyətlə doldurma markeri nədir, nə deməkdir? Bundan danışaq. Bir dənə hansı xanadaydı? A1-ə 3 yazırıq, A5-i soruşur bizdən. A1-ə yazdım 3. Bax, mən xananın aşağı hissəsinə gələndə
Bizim işarəmiz, kursorumuz üstəgəl işarəsi alırsa, biz buna doldurma markeri deyirik. Bu vasitə ilə mən tutub aşağı xanalara sürükləyəndə xanaları avtomatik olaraq eyni bir məlumatla doldurmuş olur. Deməli, əgər mən bu qayda ilə tutub xanaları aşağı çəksəm, eyni məlumatla da olur, A5-də də yazılan məlumat olur 3. Yox, əgər mən bu doldurma markeri vasitəsilə tutub aşağı çəkəndə Ctrl düyməsini vursaydım klaviaturada. Ctrl düyməsini vuranda artıq bizə silsilə kimi addım-addım artırıb yazır qiymətləri. 3, 4, 5, 6, 7, 8 belə gedir qiymətlər. Bu məsələləri diqqətimizdə saxlayaq. Yox, Excel ağıllı proqramdır. Məsələn, mən ona nümunə versəydim. Yazıram 3, 5, sonra yazıram 7. Excel görür ki, mən qiymətləri 2-2 artırıram. Bu xanaları seçib doldurma markeri ilə davam edəndə. O da mən yazdığım artımı nəzərə alır. Mən 2-2 artırmışamsa, o da 2-2 artırmaqla qiymətləri davam edir. Təkcə artım deyil, bu azalma da ola bilərdi. Məntiqi eynidir. Bizim bu sualda cavabımız oldu 3. Gedək indi növbəti suala baxaq. Deyir ki, verilmiş cədvəl fraqmentində mausun göstəricisi aşağıya doğru sürüklənərsə, A7 xanasında hansı ədəd alınır? Bayaqki məntiqlə xanalara yazılıb qiymət olaraq 1, 3, 5. Biz də dedik ki, əgər artım varsa Excel bu artımı nəzərə alır və həmin artımla qiymətləri davam eləmiş olur. Bizdən sualda soruşduğu xana A7 xanası idi. A7 xanasında alınan qiymət olur 13. Növbəti 9-cu sualda. İndi gəldik silsilələr hissəsinə. Deyir, series pəncərəsində seçimlər təsdiq edilərsə 162 ədədinin yazılacağı xananı müəyyən edin. A1 xanasına yazılıb 2, silsilənin istiqaməti olaraq sətirlər seçilib, Grozda həndəsi silsilədir. Silsilənin addımı 3-dür və dayanacağı yerdə 375-dir. İndi gedib bunu Excel'in üzərində tətbiq edək. Birincisi, biz silsilələri yaratmaq üçün müraciət edirik Home tabında olan Editing link qrupuna. Bax, burada series pəncərəsi var. Birincisi, A1 xanasının daxilində yazılmışdı 2. Bu xananı seçib silsilə yaratmağa başlayıram. Bizim silsilənin istiqaməti sətirləri idi, tipi həndəsi idi. Addımı 3 və stop value da 375 idi. Silsiləni yaratmamışdan əvvəl bir yadımıza salsaq onun yaradılma ardıcıllığını. Əgər sətirlər seçilibsə, bir sətir boyunca, birinci sətir boyunca qiymətləri yazmağa davam edir. Gross həndəsi silsilədir. Silsilənin addımını vurmaqla davam edəcək. Yəni 2-ni 3-ə vururuq, aldığımız nəticə 6-nı 3-ə vururuq, 18. Bu addımdan davam edirik. Əgər buradan liner seçilmiş olsaydı, bu ədədi silsilə idi və üzərinə 3 gəlməklə davam edəcəkdi. İndi mən OK vursam, 2-ni 3-ə vurub 6, 6-nı 3-ə vurub 18, bu minvalla qiymətləri davam eləməlidir. Amma maksimum gedə biləcəyi ədəd 375-dir. Qiymət 375-i keçə bilməz. Yəni 162-ni 3-ə vuranda biz 375-dən daha böyük bir ədəd aldığımıza görə silsilə burada stoplanıb dayanır. Məndən 162 ədədinin yazılacağı xananı tələb edir, o da Y1 xanasıdır. Bu sualın cavabı Y1-dir. Bir də istəyirəm ədədi silsilə tipi olana baxaq. Əgər burada, məsələn, Grozun əvəzinə liner seçilsəydi, ədədi silsilə olsaydı, eyni parametrlər düzdür. Üzərinə 3 gəlməklə, məsələn, bunu böyük eləyək, 30 eləyək. Burada yazaq 375. OK vuranda qiymət hər dəfə 30 artmaqla ta ki 375-i keçənə qədər davam eləməlidir. 362 artıq 370, üzərindən 30 gələndə 392, 375-i keçdiyinə görə burada bizim silsilə dayanır. Bu sualda oldu cavabımız deməli Y1 xanası. Növbəti 10-cu sualda. Deyir, Enter düyməsini vuranda B1 xanasında hansı qiymət yazılır? Seçilən hissə diapazon A1-dən A4-ə qədər olan xanalarda A1-ə 5 yazılıb, sətirlər boyunca və ədədi silsilədir. Bizim addımımız 5-dir və stop value'muz 50-dir. Gedək indi bu tip olan silsiləyə baxaq. Buraya yazılıb 5. Bizim addımımız deməli neçə idi? Addımımız 5, limitimiz də 50. Məsələn, bu xanaları seçək, o yadımızdan çıxdı. Addım 5, limitimiz də 50.
Biz baxırıq ki, həmin bu diapazon seçilən kimi, təbii ki, sütunlar boyunca seçildiyinə görə silsilənin daxilindən kolum seçilib. Əgər seçildiyi istiqamətlə uyğun olsa, kolum olsa, mən OK vuranda həmin xanaların boyunca məlumat yazılır. Amma əgər kolum seçildiyinə baxmayaraq, mən gəlib bu pəncərənin daxilində onu dəyişib row eləmişəmsə, biz əsas olaraq bu pəncərənin daxilinə baxırıq. Yəni, seçilən istiqamət bizim üçün önəmli olmur. Yazıram bura yenə eyni hədləri. Silsilə yenə eyni minvalla davam edir, amma seçilmiş hissədə yox. Row seçilibsə sətr boyunca. Onda A1, B1, C1, D1 xanalarında qiymətlər davam edir. İndi bizdən soruşduğu xananın qiyməti hansı xananın qiymətidir? Soruşur ki, B1 xanasında hansı qiymət yazılır? Təbii ki, B1 xanasında yazılan qiymətimiz olur 10. Biz əsas olaraq series pəncərəsinin daxilinə, oradakı qiymətə baxmalıyıq. Burada cavabımız oldu 10. Növbəti, OK əmrinin icrasından sonra B5 xanasında hansı qiymət alınır? Baxıram, B2 xanası seçilib, buradakı qiymət 7-dir. Addımımız 8-dir, amma stop value hissəsində heç nə qeyd olunmuyub. Column və gross seçilib. İndi buna baxaq. 7, addımımız da 8. Bizdən soruşur B5 xanası. Addımımız 8-dir, kolum seçilib və gross seçilib. Yadda saxlamaq lazımdır ki, bax bu Excel-də məsələn kolum seçilibsə sütunlar boyunca hədlər davam eləməlidir, amma daha doğrusu sətirlər boyunca. Bir sütunun, 5 sütunun daxilində bütün sətirlər boyunca qiymətlər davam edəcək. Əgər belə olan halda bir məhdudlaşan hissə yoxdursa, Excel silsilə yaratmağı davam elətdirmir, yəni silsiləni yaratmır. Nəyə görə? Çünki 1 milyon dənə xana var, 1 milyon 48 min dənə. Orada bütün xanalarda qiymətləri davam elətdirsə, bu həm çox böyük bir nəticələrə aparıb çıxarır, həm də belə bir şey ümumiyyətlə mümkün olmur. Biz ya müəyyən bir hissə seçib məhdudlaşdırmalıyıq, əgər stop value hissəsini heç nə yazmırıqsa. Və yaxud da mütləq stop value qeyd eləməliyik. Məsələn, bu halda mən silsilədə OK vuranda heç bir hədd yaranmır, yəni heç bir dəyişiklik baş vermir. Amma məsələn, mən xüsusi bir hissə seçsəydim, onda yenə eyni parametrlərlə silsilə yaratsaydım, onda hər dəfə 7-ni 8-ə vurmaqla hədlər davam edəcəkdi. Baxmayaraq ki, stop value heç nə yazılmayıb. Yenə də məhdud bir hissə var da, bu 4 xanada yalnız qiymətləri davam elətdirəcəkdir. Amma bunu eləməmişəmsə, yəni hər hansı bir hissə seçməmişəmsə, mən mütləq bu silsilənin yaranması üçün gəlib stop value hissəsinə qiymət daxil eləməliyəm. Məsələn, yazıram 500. OK vururam, 500-ə qədər qiymətləri vurub 8-ə hər dəfə davam elətdirməlidir. Sualın məntiqi belədir, ona görə də növbəti xanalarda heç bir qiymət yazılmır. Yəni B5 xanasının qiyməti boş qalar olmalıdır cavabımız. 12-ci sualdır. Soruşur, verilmiş şəklə əsasən silsilədə yazılan sonuncu ədədi tapın. İndi bunu sadəcə öz məntiqimizlə həll eləsək, sətir boyunca yazmalıdır. Qiymətləri liner ədədi silsilədir. Silsiləmizin addımı 4-dür. Dedik ki, belə olan halda stop value qeyd olunmayıbsa, məhdud bir hissə seçilibsə, onda ədədləri artırmağa davam edir. 34, 38, üzərinə 4 gələndə 42, üzərinə də 4 gələndə D2 xanasında yazılan qiymət olmalıdır 46. Onda bizim silsilədə son qiymətimiz olacaq 46. Gedib buna Excel-in üzərindən də baxaq. Qiymətimiz burada olur 34. Bu xananı seçirəm D1-ə qədər. Ondan sonra series pəncərəsində də row, liner 4 və stop value hissəsində də heç nə yazmıram. Məhdud hissə olduğuna görə OK vuranda həmin hissəyə qədər, yəni D2 xanasına qədər qiymətləri ardıcıl davam elətdirir. 13-də. Şəklə əsasən down əmri icra edildikdə B4 xanasına yazılacaq qiyməti təyin edin. İndi gedək bu xanaları doldurma məsələsinə də baxaq. Tutaq ki, A1-dən C4-ə qədər olan diapazon seçilib. Burada da müəyyən qiymətlər var. Bu fill əmrinin müxtəlif formaları var. Down, right, up və left. Down nə deməkdir? Aşağı. Əgər qiymətlər aşağı doğru gəlirsə, hardan gəlməlidir? Yuxarıdan. Yəni, ən yuxarıdakı qiymətlər down əmrində. Aşağıdakı xanalara köçür. Onda mən down əmrini vuranda ən yuxarıdakı qiymətlər 1, 2, 3 deyildi. Bütün sütunlar boyunca aşağı doğru köçürülür. Yox, bunun əksini icra eləsəm.
Bir də up əmrimiz var. Up-da yuxarı olduğuna görə ən aşağıdakı qiymətləri üzü yuxarı doğru doldurur. Ən aşağıda olan qiymətlər nədir? İndi burada iki cür fikirləşə bilərik. Ən sonuncu sətirdə boşdur. Ümumiyyətlə qiymətlər yoxdur. Ondan bir üst sətirdə də 7, 8, 9 qiymət olaraq ən sonuncu qiymətimiz budur. Amma Excel buna fikir vermir. Yəni xanalar boş olsa belə ən sonuncuya baxır. Ən sonuncu xanalar boş olduğuna görə mən up düyməsini vuranda digər bütün xanalar sadəcə boş olaraq doldurulur. Yəni məzmunu boş olduğuna görə onunla doldurulur. İndi var left, var da right. Left sağ deməkdir. Məlumat sağa doğru gedirsə sol tərəfdən gəlir. Əks istiqamətdə olur həmişə. Right əmrinə vuranda onda sol tərəfdə olan qiymətlər 1, 4, 7 digər xanalara doldurulur. Bunun əksində icra eləyəndə təbii ki, left olanda sol deməkdir, qiymətlər sağ tərəfdən gəlir. Sağ tərəfdəki qiymətlər sol xanalara doldurulur. Bizdən sualda soruşduğu down idi. Soruşurduq down əmri icra olunsa B4 xanasında hansı qiymət alınar? Cavabımız bu sualda olur 2. Növbəti. Right əmrinin icrasından sonra soruşur C3 xanasına yazılan qiyməti təyin edir. İndi əgər buna elə şifahi buradan baxsaq. Right sağa doğru doldurursa qiymətləri, soldan gəlir qiymətlər. Sol tərəfdəki xanalarda 1, 4 və digər xanalar boş olmalı. Deməli, burada bütün xanaların qiyməti olur 1, burada 4. Bunlar isə tamamilə boş olaraq qalır. Məndən soruşduğu C3 xanasının qiymətidir. O da cavabımız olmalıdır. C3 xanasının qiyməti olmalıdır. Boş qiymət yazılmaz. 3-cü. 15-də. Seçilmiş şəklə əsasən verilmiş diapazonda əvvəl left, sonra up əmri icra olunur. Ondan sonra B3 xanasında yazılan qiyməti müəyyən edin. Tamam, indi gedək baxaq. A, B, C, D, digər qiymətlər də belə. Deməli, əgər mən bu diapazonu seçsəm, bizdə sualın şərtində deyir ki, funksiya olaraq əvvəl left funksiyası icra olunub, sonra da up funksiyası icra olunub. Əgər bu diapazonda əvvəl left funksiyasını icra eləsəm, sağda olan qiymətlər getməlidir sol tərəfə. Yəni 1, 2, 3, 4 bütün xanalara qiymət olaraq yazılır. Ondan sonra up düyməsini, up funksiyasını icra edir. Up isə aşağıdakı qiymətləri yuxarı doğru çəkir. Yəni bizim diapazonda olan bütün qiymətlər 4 olaraq dəyişdirilir. Hər hansı xananı soruşursa, həmin xanada olan qiymətimiz olmalıdır 4. B3 xanası onda qiyməti olacaq 4. Bugünkü suallarımız bu qədər. Ümid edirik sualların izahı sizə aydın oldu. Hər hansı bir sualınız olanda həm şərhlər hissəsində, həm Telegram kanalımızda yazıb soruşa bilərsiniz. Hamınıza bol uğurlar.